Yerin süni peykinin dairəvi orbitinin radiusunu 2 dəfə artırdıqda onun mərkəzi qaçma təcili necə dəyişər? Deməli, V bərabərdir kökün altında Jm bölünsün R-dir. Əgər biz radiusu 2 dəfə artırırıqsa, onda birinci kosmik sürət kökdə 2 dəfə azalır. Burada təcil Jm bölünsün R kvadratıdır da. Dairəvi orbitin radiusunu 2 dəfə artırıramsa, onda J 4 dəfə azalır. Deməli, cismimiz var üfüqi müstəvidə və ona bir dartı qüvvəsi təsir göstərir. Əgər bu dartı qüvvəsi sükunət sürtünmə qüvvəsindən kiçikdirsə, aydın məsələdir ki, onda cisim hərəkət eləməyəcək. Və onda reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabər olar. Onsuz da hərəkət eləsə də reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir də. 2 ortaya yazılacaq. Yəni üfüqi müstəvidə hərəkət edir, axı şaquli müstəvidə hərəkət yoxdur. Sürtünmə qüvvəsi dartı qüvvəsinə bərabərdir. Bu bura gedəcək. Çünki hərəkət yoxdur. Onda sükunət sürtünmə qüvvəsinin qiyməti elə dartı qüvvəsinə bərabər olur. Hərəkət yoxdursa. Əvəzedici qüvvə hərəkət istiqamətində yönəlmişdir. Əgər F sükunət sürtünmədən çoxdursa, onda cisim hərəkətə gələcək. Sükunət sürtünmədə öz yerini verəcək sürüşmə sürtünməyə. Onda da Newtonun ikinci qanunu belə olacaq. F dartı minus F sürtünmə bərabərdir M-a. Yəni ki, əvəzedici qüvvə hərəkət istiqamətində yönələcək. Cismin təcili sıfıra bərabərdir burada. Çünki hərəkət yoxdur axı. Sükunət sürtünmə qüvvəsi dartıdan çoxdursa, onda qoymayacaq hərəkətə gəlməyə. Dartı sükunət sürtünmə qüvvəsindən çoxdursa, bu deməkdir ki, burada hərəkət olacaq, özü də bərabər yeyinləşən. Yəni ki, sükunət sürtünmə qüvvəsi öz yerini verəcək sürüşmə sürtünmə qüvvəsinə və bu şəkildə bir hərəkət olacaq. Cavab C variantı olur. Burada isə A variantı. O mərkəzindən keçən ox ətrafında N bərabərdir 5, saniyə üstü mənfi 1. K nöqtəsinin xətti sürəti M nöqtəsinin xətti sürətindən 15 metr böl saniyə böyükdür. VK minus VM bərabərdir 15. Diskin radiusunda bizdən soruşur. Bunlar konsentrik çevrələrdir. Eyni bir mərkəz ətrafında fırlanırlar. Yəni ki, omegası, eni, periodu, dönmə bucağı eynidir. Onda da ki, V bərabər omega R-dir də. Yəni V-nin yerinə omega R yaza bilərik. VK-nın yerinə yazaq omega RK minus VM-in də yerinə yazaq omega RM. Bərabərdir 15. Omeganı mörtəzi xaricinə çıxardaq. Belə bərabər 15. Omeganı da tapaq. Tezliyi verib onsuz da. Omega bərabər 2 pi N-dir. 2 vurulsun pi 3 N-dəki 5. Bu da olacaq 30. Gətirək burada omeganın yerinə 30 yazaq. RK çıxılsın RM bərabərdir 15. Buradan da RK-dan RM-i çıxanda alacağıq 15 böl 30, yəni 0,5. Bizdə bir məlumat var ki, KO 2OM-dir. Yəni bura R-dirsə, bura olur 2R. Onda RK-nın yerinə 2R yazaq, RM-in də yerinə R yazaq. Bərabər 0,5. Buradan da alacağım R bərabər 0,5. Məndən diskin radiusunu soruşur. Disk budur. R 0,5-dirsə, onda 2R bərabər olacaq. 2 vurulsun 0,5, yəni ki 1. Planetin səthi yaxınlığında dövr edən süni peykin sürəti hansı kəmiyyətlərdən asılıdır? Birinci kosmik sürətdir. Jm bölünsün R. Deməli, peykin kütləsindən, yox, planetin kütləsindən asılıdır. M planetin kütləsidir. Planetin radiusundan asılıdır. 2 və 3. 15 saniyə müddətində orta sürəti tapın. 15 saniyə müddətində getdiyi yol bu fiqurun sahəsidir. O da 3 bucaqdır da. 20 vur 15 böl 2. Bu eləyəcək 150. V ortada bərabər olacaq 150 bölünsün. Zaman da 15-dir. Bu da eləyəcək 10. Gravitasiya sabiti F bərabərdir J, M1, M2 bölünsün R kvadratıdır. J-ni buradan tapsaq, F R kvadratı bölünsün M1, M2 olacaq. Newton vur metrin kvadratı bölünsün kiloqramın kvadratı.
Radiusu r olan çeviri üzrə bərabər sürətlə dövr edən cismin t bərabər t bölü 2 müddətində yer dəyişməsinin modulu. Deməli, çeviri üzrə hərəkətdə yarım periodda buradan bura gəlir cisim. Yer dəyişməsi də olur r, yəni 2r. Qüvvələr perpendikulyardırsa, əvəzləyicisini tapmaq üçün Pifaqor teoremini tətbiq edirik. f1-in kvadratı üstəgəl f2-nin kvadratı. 6-nın kvadratı üstəgəl 8-in kvadratı kökün altında. Bu da bizə 10 verəcək. Deməli, yerdən şaquli yuxarı atılan cismə uçuş müddətində hansı qüvvələr təsir edir? Ağırlıq qüvvəsi təsir edir. Daha sonra bir də havanın müqavimət qüvvəsi təsir edir. Atmışıqca cismi, onda reaksiya qüvvəsi yoxdur. O çəki ilə tarazlaşan qüvvədir. Ayın səthində cismin çəkisinin yer səthindəkindən kiçik olmasının səbəbi nədir? Deməli, mg J ilə fərqlənir. Gravitasiya sahəsinin intensivliyi ayda 1,6-dır, yerdə 9,8-dir. Ona görə ayda kiçik olacaq. 40 qram kütləli cisim ipdən asılıb. Aha, ipin gərilmə qüvvəsi var, bir də mg ağırlıq qüvvəsi var. 40, 10 üstü -3 vururam, kiloqrama çevirmək üçün J də 10-dur. 0,4 Newton ağırlıq eləyəcək. Aha. Tarazlıq vəziyyətində onsuz da ağırlıq qüvvəsi gərilmə qüvvəsinə bərabər olacaq. Yəni, hər ikisi 0,4 olmalıdır ki, tarazlıqda olur. Sürətləri verib. 2 avtomobil eyni istiqamətdə hərəkət edirlər. İkinci avtomobil birincidən 500 metr öndən. Aralarında, yəni, 500 metr məsafə var. Birinci avtomobil nə qədər yol getdikdən sonra ikinciyə çatar? İkinciyə çatması üçün bunlar görüşməlidirlər. Görək, nə vaxt görüşəcəklər. Deməli, bunun başlanğıc koordinatı olsun 0, bunun da başlanğıc koordinatı olsun 500. Onda x1 bərabər olacaq 0 üstəgəl 20t, x2 də bərabər olacaq 500 üstəgəl 15t. Görüşəndə koordinatlar bərabərləşir. 20t bərabərdir 500 üstəgəl 15t. Buradan alıram 5t bərabər 500, t də bərabərdir 100. Aha, 100 saniyə sonra elə bil ki, görüşəcəklər. Onda birinci avtomobil nə qədər yol gedər? Sürəti 20-dir, müddətdəki 100-dür. Bu da eləyəcək 2000 metr, yəni 2 kilometr. Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. F bərabər kx. Düzxətli hərəkət edən, cismə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdirsə, yer dəyişmə zamandan düz mütənasib asılı olacaq. Sx bərabər vxt. Təcil 0-da, hərəkətdə bərabər sürətlidir. Sükunətdə olan vaqonun tavanından asılan lampa şaquli vəziyyətdədir. Vaqon düzxətli bərabər yeyinləşən hərəkət eləyəndə, hərəkətə başladıqda, aha, bu istiqamətdə yeyinləşən müəyyən sürət olacaq. Deməli, bunu avtobusdakı bizim hərəkətimiz kimi düşünə bilərsiniz. Avtobus bərabər yeyinləşən hərəkət edəndə biz öz ətalətimizi qorumaq üçün geriyə doğru gedirik. Yəni, hərəkət istiqamətinin əksinə doğru gedəcək. Öz əvvəlki vəziyyətini qorumaq üçün. Deməli, Sx-ı veriblər 20t minus 4t kvadratı. Buradan başlanğıc sürətimiz 20-dir. Təcillimizin proyeksiyası isə -8-dir. 2-yə bölüb yazılır. Çünki düsturda at kvadratı bölü 2-dir. Ona görə də tənliyimiz olacaq. V bərabər V0 plus at 20 minus 8t. Cismin təcilinin istiqaməti sürətin istiqamətinin əksinə yönəlib. Deməli, yavaşlayan hərəkət olacaq bu. Cisim yeyinləşən hərəkət eləməz. Yavaşlayan hərəkət eləyər. Çünki sürəti ilə təcili, yəni əvəzləyici qüvvə əks istiqamətdədir. Qüvvələrin əvəzləyicisi 0-a bərabər deyil. 0-a bərabər olsa təcil nə gəlsin orada? Cisim düzxətli hərəkət edər. Düzdür. Sürətlə təcil əks və yaxud eyni istiqamətdə olanda bu düzxətli hərəkət olur da. Məsələn, çevre üzrə hərəkətdə perpendikulyardırlar. 2, 4. Üfüqi yoldan V0 bərabər 10 metr bölü saniyə sürətlə hərəkət edən avtomobil tormozlanır. Aha, avtomobil dayanana qədər S-tormoz bərabər 25 metr yol gedir. Sürtünmə əmsalını hesablayın. S-tormoz bərabərdir V0-ın kvadratı bölünsün 2A-dır. Yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə A müj-yə bərabər olur. Buradan da müyünü tapaq. V0-ın kvadratı bölünsün 2 SJ. Deməli,
100 bölünsün 2s 25, r-də 10'dur. Bunları ixtisar aparaq. Olacaq 5'də 1, 0,2. Hansı ifadələr doğrudur? İpə bağlanmış cisim sürtünməsiz mail müstəvi boyunca yuxarı sabit sürətlə qaldırılır. Aha, mail müstəvi boyunca qaldırılsın. F sürtünmə 0'dır. Aha, kütləsi var, ağırlığı olacaq. 2 dənə proyeksiyası olacaq. mg kosinus alfa, mg sinus alfa. Sabit sürətlə qaldırılırsa, deməli V konstantdır. Onda belə çıxır ki, F əvəzləyici 0'dır, təcil 0'dır. Yəni ki, həmin o dartı qüvvəsi elə mg sinus alfaya bərabərdir. Aha, ipdəki gərilmə qüvvəsi ağırlıq qüvvəsindən kiçikdir. Ağırlıq qüvvəsi mg'dir, amma bu mg sinus alfadır. Bəli, kiçikdir. İpdəki gərilmə qüvvəsi 0 deyil, yox. Dayağın reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir, yox. N mg kosinus alfaya bərabərdir. Ağırlıq qüvvəsinə bərabər deyil axı. Əvəzləyici qüvvə 0'dır. Aha, sürət sabitdirsə 0 olacaq. İp qırılsa cisim sükunətdə qalar. İp olmasa cisim mg sinus alfanın hesabına aşağı düşər. Sükunətdə qalmaz. Doğru cavab 1 ilə 4'dür. Uzunluğu 30 cm olan yaydan yük astıqda 40 cm-ə qədər uzandı. Deməli, deformasiya nə qədər oldu? 40 cm-ə qədər uzandısa, 40-dan 30'a çıxacam 10 cm. Yayın sərtliyini də verib 200. Elastiklik qüvvəsini soruşur. F bərabərdir kx. K 200, x-dəki 10 cm, metrə çevirək 100-də 10. Bunlar ixtisar getsə olacaq 20 Newton. Əgər cismə yalnız bir qüvvə təsir edirsə, onda cisim təcillə hərəkət eləyər. Hə, F əvəzləyici bərabər M-a, orada da bir dənə qüvvə var. Dəyişən sürətlə hərəkət eləyər. Düzdür də, təcilli hərəkət, dəyişən sürətli hərəkətdir onsuz da. Sürət dəyişəndə təcil yaranır. Düz xətli bərabər sürətlə hərəkət eləməz. Axı qüvvə təsir eləyir. Sükunətdə qalar. Qüvvə təsir eləyirsə, niyə sükunətdə qalsın ki? Ancaq bir dənə qüvvə təsir eləyirsə, o qüvvənin hesabına təcillə hərəkət eləyəcək. 1, 2. Xətti sürətini dəyişmədən mərkəzə qaçma təcilini necə artırmaq olar? V kvadratı böl R-ə baxsaq, artırmaq üçün radiusu azaltmaq lazımdır. D variantı. Xətti sürətdə sabit qalsın. Daha sonra kütləsi 10 kiloqram olan cisim ev bucağı 37 dərəcə olan mail müstəvidə sükunətdədir. 10 kiloqram kütləli cismin ağırlığı 100 Newton olacaq. 2 dənə ağırlığın proyeksiyası var. 100 sinus 37. Sinus 37 0,6'dır. Yəni bura 60 eləyəcək. Bu birisi də 80 eləyəcək. Aha, sükunətdədirsə belə çıxır ki, burada sükunət sürtünmə qüvvəsi təsir eləyir də, yoxsa sükunətdə qalmazdı. O da elə 60 Newtona bərabər olsun ki, sükunətdə qalsın. Aha. Və reaksiya qüvvəsi. Aha, reaksiya qüvvəsi də ki 80 Newtona bərabər olacaq. Çünki bu qüvvə ilə, yəni ağırlığın proyeksiyası ilə tarazlaşmalıdır. 60 Newton sükunət sürtünmə qüvvəsi ilə tarazlaşır. 80-dakı reaksiya ilə tarazlaşır. Verilmiş cismin aldığı təcilin qüvvədən asılılığı verilib. N bərabərdir F böl A. 40 böl 8 ya da ki 20 bölünsün 4'ü götürmək olar 5 kiloqram eləyəcək. 40 böl 8. H bərabər 2 hündürlükdə cazibə qüvvəsi Jm bölünsün R plus H-ın kvadratı düsturuna əsasən 2 üzərinə bir dənə də R gəlib kvadrata yüksəldi. 9R kvadratı verir. Yəni ki, qüvvə 9 dəfə azalır. 9 dəfə azalır və əvvəl nə qədər idi F ağırlıq? 90 vurulsun J10 900 Newton idi. Sonra H bərabər 2R hündürlükdə cismə təsir edən ağırlıq qüvvəsi 9 dəfə azalacaq. 900 bölünsün 9. Bu da eləyəcək 100 Newton. Belə. Çünki 2R'in üzərinə bir dənə də R gəlib kvadrata yüksəldəndə 9 eləyir. Deməli 9 dəfə azalmalıdır. Aha. Deməli, x oxu istiqamətində yavaşlayan hərəkətdir. Sürətin, başlanğıc sürətin proyeksiyası müsbət. Bunu qrafikdə də göstərə bilərik. Və x-in t-dən asılılığı belə bir hərəkət olur. Aha.
Əvəzləyici qüvvə hərəkətin əksinə yönəlib. Bəli, çünki yavaşlayan hərəkətdir. Sürət müsbətdirsə, əvəzləyici qüvvənin proyeksiyası müsbət olsa, o yeyinləşən olar. Mənfidir. Əvəzləyici qüvvənin modulu sabitdir. Bəli, çünki bərabər təcilli hərəkətdir. Cisim bərabər yavaşlayan hərəkət eləyir. Bərabər yeyinləşən yox. Yavaşlayan hərəkətin qrafikidir. X oxu istiqamətində yavaşlayan hərəkətdir. 3 və 4. Daha doğrusu 1, 3, 4. Aha. Çeviri üzrə hərəkət edən cismin xətti sürətin radiusdan asılılığı verilib, V-nin R-dən asılılığı verilib. AB hissəsində V R-dən düz asılıdır. V bərabər 2pi R N-dir. V R-dən düz asılıdsa, deməli N sabit qalıb. Tezlik və period dəyişmir həmçinin də. Bucaq sürəti o da dəyişmir, bəli. Çünki omega bərabərdir. V bərabər omega R-ə də baxa bilərik də, yəni. Belə. Görürsünüz, omega V R-dən düz asılıdsa, deməli omega dəyişməyib. A ilə Y yazdıq. Daha sonra BC hissəsində R sabit qalır. R eynidir, amma V azalıb. R eyni qalıb, amma V azalıbsa, deməli tezlik azalıb. Tezlik azalar. Period amma artar. Bucaq sürəti də azalar. Çünki əgər R eyni qalıb, V azalıbsa, bu deməkdir, bucaq sürəti azalar. Sonra CA hissəsində isə sürət eyni qalıb, R azalıb. Sürət eyni qalıb, R azalıb. Gəlin buradan N-i tapaq. V bölünsün 2pi R. Sürət eyni qalıb, amma R azalıb. Onda N artmalıdır. Tezlik artar, period azalar. Amma bucaq sürəti də artar, bəli. Çünki omega bərabər V böl R-dir. V eyni qalıb, R azalsa, burada azalıb da, görürsünüz, buradan gəlib bura. Onda omega artar. Bucaq sürəti artar, belə. Şaquli aşağı istiqamətdə hərəkət edən, deməli, sürəti aşağıdır. Liftdəki cismin çəkisi sabit olub, ağırlıq qüvvəsindən böyükdür. P böyükdür. Nə vaxt P MJ-dən böyük olur? MJ plus A yuxarı yönəlmiş A təcili ilə hərəkətdə. Liftin necə hərəkət etdiyini müəyyən edin. Lift yavaşlayan hərəkət edir. Çünki sürəti aşağıdır, amma təcili yuxarıdır. Belə çıxır ki, bərabər yavaşlayan hərəkət olacaq. Belə. Çünki çəki böyükdürsə ağırlıq qüvvəsindən, deməli MJ plus A ilə təyin olunub, yəni təcil yuxarı yönəlib. Şaquli aşağı istiqamətdə hərəkətdirsə, sürət aşağıdır, təcil yuxarıdır, belə çıxır yavaşlayan hərəkətdir. 96 metr hündürlükdən 12 metr böl saniyə başlanğıc sürətlə şaquli aşağı atılmışdır. V0 bərabər 12. Yerə qədər məsafə 96-dır. Düşmə müddətində cismin təcili 6 olub. Cismin düşmə müddətini hesablayın. Yaxşı. Deməli, aşağı hərəkət deməli yeyinləşəndir. Yeyinləşən hərəkətdə havanın müqaviməti nəzərə alınmır sözü yoxdur da burada. Onsuz da havanın müqaviməti nəzərə alınmasa 6 ilə düşməz ki, təcili 10 olar. 6 olubsa, deməli F müqavimət də var. F müqavimət də yuxarıdır. Çünki cisim aşağı düşür. Deməli, MJ minus F müqavimət bərabərdir MA. MJ neçədir? Kütləsini verməyib, bilmirəm. Təcili verib sadəcə. MJ 10-dur. F müqavimət bərabərdir MA-dakı 6-dır. Gəlin onda belə eləyək. 96 bərabər olsun. Düşmə müddətini hesablayın. V0T plus aşağı hərəkət yeyinləşəndir. Belə eləyək də. Başqa yolumuz yoxdur. 12T plus 6T kvadratı bölünsün 2. Belə. 96 bərabər olacaq 12T üstəgəl 3T-nin kvadratı. Hər tərəfə 3-ə bölək. T kvadratı üstəgəl 4T minus 96-nı 3-ə böləndə 32 bərabərdir 0. Burada da T1 bərabər olar, deməli, -8. T2 də bərabər olar, müsbət 4. Mənfi aldığımı götürməyəcəm, müsbəti götürəcəm. T bərabər olacaq 4-ə. 60-cı sual. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılığı verilib. 10 saniyə müddətində cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafikini qurmalıyıq. VX-in T-dən asılığı.
Deməli, əvvəlcə x oxu istiqamətində hərəkət var. 30 minus mənfi 10 böl 5. Bu da eləyəcək 8. 8-də bərabər sürətli hərəkətdir. Düz 5 saniyə müddətində. Sonra isə burada x oxunun əksinə hərəkət var. 10 minus 30 bölünsün. Burada nə qədər vaxt keçir? 5 saniyə. Mənfi 20 bölünsün 5. O da eləyəcək mənfi 4. Deməli, mənfi 4-də sabit olacaq. Belə. Bərabər sürətlə hərəkətdə hər ikisində də. Deməli, bu 11-ci sinif 1-ci qrup idi. 4-cü qrupda da suallar eynidir. Gedək situasiyaya baxaq. Bunlar eynidir. Gedək situasiyaya baxaq. Nə deyir? 96 metr. Bunu da eləmişdik. Deməli, 96 bərabərdir 12t plus 6t kvadratı bölünsün 2. Buradan t1'i tapdıq 4. O birisini mənfi aldıq, onu götürmədik. Yəni ki, düşmə müddəti 4 saniyədir. Burada bizdən düşmə müddətini soruşurdu. Cismin sürətinin zamandan asılılıq qrafikini çəkməyimizi istəyir. Deməli, VT qrafikini çəkməliyik. Sürətinin zamandan asılılıq qrafikini çəkin. Görürsən modulunu deyir, yoxsa proyeksiyasını deyir. Y oxu üzrə hərəkət var. Cisim aşağı doğru hərəkət edir. Y oxu da yuxarıdır. Cismə müqavimət qüvvəsi təsir göstərir. Bir də mj ağırlıq qüvvəsi təsir göstərir. Mj də F müqavimətdən çoxdur deyə F əvəzləyici aşağı doğru yönəlir. Belə. Sürət də aşağıdır. Yəni ki, başlanğıc sürətin proyeksiyası mənfi 12-dən yeyinləşən bir hərəkət çəkməliyik. Əgər modulu desə, proyeksiyası deməsə modulu V-nin T-dən asılılığı, onda 12-dən başlayıb yeyinləşən bir hərəkət olacaq. Belə. 4 bura yazmalıyam. Həmçinin burada 4 yazmalıyam. Deməli, V, Y-də bərabər olacaq. Mənfi 12 minus 6 vur 4. O da eləyəcək mənfi 12 minus 24. Bu da eləyəcək mənfi 36. Yəni ki, burada mənfi 36 yazmalıyam. Əgər modulu desə, bura 36 yazmalıyam. Belə. Çünki təcili 6-dır da, yəni ki, A 6-dır. Sonra nə üçün cismin təcili sərbəst düşmə təcilinə bərabər deyil? Ona görə ki, burada cismə aşağı doğru mj, bir də yuxarı doğru F müqavimət təsir edir. Newtonun ikinci qanuna görə mj minus F müqavimət bərabər ma. Gördüyünüz kimi, burada ancaq mj bərabər ma söhbəti yoxdur. Müqavimət də var. Ona görə AJ-yə bərabər deyil. A bərabər olur mj minus F müqavimət bölünsün m. İzah bitdi. İzlədiyiniz üçün təşəkkürlər.